Salam büyüyen filosof. Bugün hayatın en vacib ünsürlerinden biri, ayaklarımızın altında mühkem dayanan torpaq hakkında danışacağıq. Torpaq sessizdir. Ama hayatın en qədim hikayeleri məhz onun içinde başlayır. Torpaq biraz da qəribədir. Her şey ona düşür. Yarpaqda, toxumda, yağışda. Ama o heç nəyi olduğu kimi saxlamır. Yarpağı qidaya, toxumu ağaca, yağışı həyata çevirir. Bir toxum torpağa düşəndə o iki istiqamətdə böyüyür. Bir hissəsi yuxarı, işığa doğru. Diğer hissəsi isə aşağı, torpağa doğru. Səncə niyə? Niyə ağac yalnız yuxarı böyümür? Çünkü təbiətin bir sirri var. Nə qədər yüksəlirsənsə, o qədər möhkəm kök salmalısın. Əgər köklər torpaqla bağını itirirsə, ağacın hündürlüyü onu xilas edə bilmir. Səncə, insan üçün də bu belə deyilmi? İnsan nə qədər böyüsə, nə qədər çox şey öyrənsə belə, əgər onun dayandığı bir dəyər yoxdursa, bir həqiqət yoxdursa, bir dayağı yoxdursa, o zaman həyatın ilk küləyi onu asanlıqla başqa bir tərəfə aparacaq. Belki de buna göre filosof Friedrich Nietzsche belə deyirdi: yerə sadiq qalın. Bu söz sadece torpaq hakkında değil, bu söz insanın özü hakkındadır. Çünkü insan haradan geldiğini unudanda, hara getdiyini de tez-tez itirir. Torpaq bizə sadə bir həqiqəti xatırladır. Her yükseliş bir kökten başlayır. Her ağac evvel torpağa inir, sonra göğe kalkır. İnsan da belədir. Eğer insan öz köklerini, değerlerini, həqiqətlərini dayandığı yeri itirirse, o zaman en büyük yükseliş belə onu xilas edə bilmir. Çünkü hündürlük həmişə güç demek değil. Bazen güç sadece derinliktir. Ve en vacip şey harada kök saldığını dəqiq bilmektir.